Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bəli, gözlədiyimiz günlər gəlib çatdı. Quduz it və sarı donuz məncənədən çıxmağın yolunu özünü məhv eləməkdə gördü. Amerika və siyonist rejim nabudluğu seçdilər və bölgədə, necə deyərlər, bütün mənafeylərinin xarab olmasını və məhv olmasını seçdilər. İndiyə qədər bu barədə çox təhlillər vermişdik, mən istəmirəm. Yenidən gedin bundan öncəki proqramlarımıza bir daha baxın. Mən şəxsən özüm həm bu kanalımızda, həm podkastlərdə, Bulaq TV-də, yadınızda varsa, deyirdim ki, əslində müharibə olmamalıdır və bir mətləbi də qeyd edirdim. Elə son proqrama qədər izləyənlər bilər. Təkidimizin biri bu idi ki, qarşıdakı bir ay ərzində, yəni bir aydan biraz keçmişdi artıq, yəni 20 gün, 25 gün ərzində bunlar nəsə etməsə bilirlər ki, hər şey bunların əleyhinə pis dəyişəcək, amma nəsə etsələr də pis dəyişəcək. Bu barədə danışmışdıq və demişdim ki, 99% bunlar hücum etməyəcəklər. Podkastlərimizdə də, bu kanalımızda mən şəxsən öz nəzərim idi. 1% saxlamışdım və yadınızda varsa deyirdik ki, 1% bəzən çox 99-dan böyük olur. Yəni, mümkündür qarşı tərəf o qədər çarəsiz vəziyyətdə qala, heç variantları demişdik də, neçə cür versiyalar var ki, hər versiyada Amerika bataqlıqdadır və hətta Amerikanın ekspertlərinin də nəzərini demişdik, qeyd etmişdik və gördüyünüz kimi Epstein məsələlərindən sonra da siyonist rejim, siyonist lobby nəfəsi kəsilmək üzrə olan rejimi xilas etmək üçün Amerikanın bütün mənafeylərini bada verdi və inşallah gözləyin, sözün həqiqi mənasında, belə deyək, gələn xəbərlər var da, indi biz baxırıq, görürük Tehran, Qum filan bəzi yerlərə, hücumların mahiyyəti bilinir ki, bir məsələ də var, burada bunu da qeyd edim. Yadınıza gəlir bir məsələni deyirdim. Tufanul Əqsadan üzü bu tərəfə, hey deyirdi, bunlar kartlarını açmağa, yandırmağa məcbur olacaqlar və get-gedə çarəsizlikləri çoxalacaq, çarəsizlikdən əsəbləşəcəklər və əsəbilikdən planları daha qısa müddətə düşəcək və daha ağılsız olacaq və daha zərbələrinin şiddəti azalacaq. İndi bugünkü baxırsan məsələlərə, bugün artıq çarəsizliyin qoxusu gəlir bu hücumdan. Yəni, nəyi var, nəyi yox qoyub ortaya, amma o 12 günlükdə etdiklərindən çox-çox zəif bir tonda görünən bir gedişatdır. Bu da biz dediyimizin reallaşdığı, yəni hadisələrin gedişatından oxuduğumuz və təhlil etdiyimiz məsələlərin reallaşması deməkdir, əlhamdülillah. Amma qarşı tərəfdən sizə bir söz deyim. İran nə demişdi? İstəyir məhdud hücum edin, istəyir geniş miqyaslı. Bütün bölgəyə yayılacaq. İstəyir məhdud hücum edin, istəyir geniş miqyaslı. Siyonist rejimin sonu olacaq və ilk hədəf siyonist rejim olacaq. Hər nə cür hücum etsəz edin, bütün mənafeyiniz gedəcək havaya və hər nə cür hücum edirsiniz edin, artıq bu dəfə atəşkəs iltiması və yalvarmaqlarınızla atəşkəs olmayacaq. Sona qədər biz bunu aparacağıq. Mənim fikrimcə, yadınıza gəlir, bu hadisələrdən öncə bir təhlil də vermişdik, bir məsələni qeyd eləmişdik. Orada bir toxunmuşduq ki, 12 günlükdə ki, siyonist rejimə vurulan nokaut zərbəsi, bu dəfə Amerikanın mənafeyləri ilə siyonist rejimi daha ağır vurulacaq. Bir neçə versiya demişdik, biri də buydu. Daha ağır vurulacaq və yavaş-yavaş İran dediyimiz bu son 2-3 il məsələsinə tərəf siyonist rejim və Amerikanı daha yaygınlaşdıracaq, ağır zərbələrdən sonra verəcək müqavimətin əlinə inşallah versiyalarımızdan biri bu idi. Ehtimal var bu baş versin, amma hər nə olacaqsa artıq sonu görünməyən çıxılmaz bir yola girdi Amerika və İsrail. Bəli, hadisələrin zahiri acı görsənir, amma mütləq idi ki, gərək bu tezləşiydi, düşmən axmaqlıq edəydi.
Narahat olmayın, sübh yaxındır. Sizləri sübhün sahibinə əmanət edirik.